İnformasiya sistemləri, süni intellekt. Salam əziz dostlar. Bugünkü informatika dərsimiz çox maraqlı və aktual mövzuya həsr olunub. Süni intellektə. Bəlkə də hamınız gündəlik həyatınızda bununla rastlaşmısınız. Telefonunuzda Siri və ya Google Assistant sizə cavab verir. İnternetdə avtomatik tərcümə xidməti mətni tərcümə edir. Yaxud hansısa proqram şəkillərdə üzünüzü tanıyır. Bütün bunların arxasında süni intellekt dayanır. Gəlin indi süni intellekti mahiyyətinə, elmi istiqamətlərinə və növlərinə birlikdə nəzər salaq. Süni intellekt nədir? Süni intellekt, qısaca desək, kompüterlərin insan düşüncəsini və qərar verməsini təqlid etməsi deməkdir. Onun fəaliyyət sferasına iki əsas istiqamət daxildir. Birincisi, canlı orqanizmlərin, yəni bizim beynimizin təfəkkür prosesini öyrənmək, ikincisi isə bu qabiliyyəti kompüter proqramlarına köçürmək, yəni maşınlara ağıllı davranış verməkdir. Süni intellektin elmi istiqamətləri. Biliklərə əsaslanan sistemlər. Ekspert sistemləri məhz bu sahəyə aiddir. Onların nüvəsi biliklərin bazasıdır. Süni intellekt üçün proqram mühəndisliyi. Süni intellektin işləməsi üçün xüsusi proqramlaşdırma dilləri yaradılıb. Məsələn, Lisp və Prolog. Təbii dilin emalı, kompüterlərin insan dilini başa düşməsi və düzgün mətn yaratması ilə məşğuldur. Maşın tərcüməsi, mətnlərin bir dildən digərinə avtomatik tərcüməsidir. Obrazların tanınması, kompüterin şəkilləri və səsləri tanımasıdır. Məsələn, üz tanıma və barmaq izi. Robototexnika, robotların yaradılması, idarə olunması və öyrədilməsi. Yeni aparat arxitekturaları, ənənəvi kompüterlərdən fərqli yeni həllərin hazırlanması. Oyunlar və maşın yaradıcılığı, kompüterin oyunlarda insanı udması, şeir və musiqi yaratması. Maşın öyrənməsi, verilənlər üzərində təhlil apararaq öyrənmə və nəticə çıxarma prosesi. Turing sınağı və CAPTCHA. Süni intellektin intellektual olub-olmamasını müəyyənləşdirmək üçün məşhur Alan Turing bir test təklif edib. Turing sınağı belədir. Bir insan kompüterlə və başqa bir insanla ünsiyyət qurur. Amma hansının insan, hansının kompüter olduğunu bilmir. Əgər insan cavablardan fərqi ayıra bilməsə, o zaman maşın intellektual sayılır. CAPTCHA. İnternetdə istifadəçinin insan, yoxsa bot olduğunu ayırmaq üçün hazırlanmış testdir. Ən çox istifadə olunan üsul təhrif olunmuş simvolları daxil etmək və ya şəkillərdə obyektləri seçməkdir. Süni intellektin növləri. Məhdudlaşdırılmış süni intellekt yalnız bir sahədə güclüdür. Ümumi süni intellekt insan kimi müxtəlif sahələrdə fəaliyyət göstərə bilir. Süni superintellekt insan intellektindən qat-qat üstün ola biləcək səviyyədir. Üstünlüklər və mənaları. İşlərin avtomatlaşdırılması. Süni intellekt və ya robotlar insanın yerinə müəyyən tapşırıqları avtomatik şəkildə yerinə yetirir. Bu həm vaxt, həm də əmək qənaətinə səbəb olur. Məsələn, zavodlarda məhsulların yığılması və ya internetdə məlumatların avtomatik emalı. Dəqiqlik və sürət. Kompüterlər və süni intellekt insanla müqayisədə səhvsiz və daha sürətli işləyə bilir. Məsələn, böyük hesablama işlərinin bir neçə saniyəyə həll edilməsi və ya tibbi diaqnozların daha dəqiq qoyulması. Açar sözlər. Robot dedikdə biz insanın yerinə müəyyən işləri görə bilən proqramlaşdırılmış cihazı nəzərdə tuturuq. Məsələn, sənayedə maşınları yığan robotlar, yaxud evimizdə işləyən toz soran robotlar. Yəni, robot insan əməyini yüngülləşdirən süni intellekt əsaslı bir qurğudur. İkinci anlayış. İmitasiya oyunu, başqa adı ilə Turing sınağıdır. Bu oyun süni intellektin nə qədər ağıllı olduğunu yoxlamaq üçün hazırlanıb. İnsan və kompüter suallara cavab verir, amma sınaqçı bilmir, hansı cavab kimdəndir. Əgər insan bu cavablardan hansının maşın, hansının insan tərəfindən verildiyini ayırd edə bilməsə, deməli kompüter intellektual hesab olunur. Deməli uşaqlar, robot süni intellektin tətbiq olunduğu real qurğudur.
İmitasiya oyunu isə süni intellektin ağıllılıq səviyyəsini yoxlamaq üsuludur. Yekun. Gördüyünüz kimi, süni intellekt sadəcə proqramlaşdırma deyil, həm də bizim gələcəyimiz üçün böyük əhəmiyyət daşıyan bir elmdir. O həm faydalıdır, həm də etik və sosial məsələlər doğurur. Əsas məsələ süni intellektdən məsuliyyətlə istifadə etməkdir. Ev tapşırığı. Süni intellektin tətbiq sahələrindən ən azı 5 nümunə yazın. Turing sınağı və CAPTCHA haqqında qısa izah hazırlayın. Dərsimiz burada yekunlaşır. Ümid edirəm ki, süni intellekt haqqında öyrəndikləriniz sizin üçün həm maraqlı, həm də faydalı oldu. Növbəti dərslərdə görüşənədək sağ olun və uğurlar.